Xoş gördük değerli izleyiciler. Xəzər Universitetinin mərmər salonundayıq. Dəqiqələr sonra bu salonda ortaq Türk kültürü, Oğuz Türkmenların dünəni, bugünü və gələcəyi mövzusunda beynəlxalq simpozium öz işinə başlayacaq. Simpoziumda Kərkükdən ta Türkistana qədər olan Türkmenlərin təmsilçiləri var. Onlar müxtəlif ölkələrdən gəliblər. Avropadan, İraqdan, Bağdaddan gələnlər var. Və burada biz çox maraqlı çıxışların Oğuz Türkmenlərinə dair alimlərin düşüncələrini sizə təqdim edəcəyik. Ceyhun ilə Bəhri Xəzər arası çöl üstündən əsər yeri Türkmənin. Gül gölçəsi, qara gözün qarası, qara dağdan ener seli Türkmənin. Haqq sılamış vardır onun sayəsi, çırpınır çölündə nəvi mayası, rək gül açar yaşıl yaylası, qərb olmuş reyhana çölü Türkmənin. O mərdin oğludur, mərddir pədəri, Koroğlu qardaşı sərxoşdur səri, dağda, düzdə qovsa səyyadlar, diri ala bilməz, yolvar soğlu Türkmənin. Sərxoş olub çıxar, ciyər davlanmaz, daşlar sındırar, yol bağlanmaz, gözün qeydə düşməz, könül əylənməz, məxtamlığı söylər, deli Türkmənin. Hörmətli qonaqlar, simpozium iştirakçıları, əziz Xəzərlilər, bugün Türkiyənin birlik günüdür. Türklərin ortaq kültüründən danışacağımız gündür. Bugün dünyanın dörd bir yanından Türklərin ortaq kültüründən danışmaq üçün alimlər toplantımıza şərəf gətirmişlər. Xoş gəlib, səfa gətiriblər. Giriş sözü verilir Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru Dosent Aynur Qəzənfər qızına. Hörmətli qonaqlar, hamınızı bugün burada xoş gördük, xoş gəldiniz, səfa gətirdiniz. Hörmətli səfirimiz, Hamid müəllim, Qəzənfər müəllim, adını çəkə bilmədiyim bir çox qonaqlar. Bugün biz burada bir Türkmen bayramı, Türkmen günü kimi gününü qeyd eləmək üçün yığışmışıq. Xəzər Universiteti və Mədəni Antropologiya İnstitutu olaraq ortaq kültürü vurğulayacaq 3-cü beynəlxalq simpoziumumuzu qeyd edirik. Və bugün mövzumuz Oğuz Türkmenlarıdır. Elimdə Türkmen və Türkmen adlı iki fərqli düşüncə var. Türkmenlərin fərqli soydan, Türkmenlərin fərqli soydan olduğuna dair alimlərin müxtəlif düşüncələri var və bu düşüncələr heç cür birləşmir. Və biz də düşündük ki, bugün yenidən Türkmenlər mövzusuna qeyd vurğulayaraq bəlkə bugün burada alimlərin ortaq bir məxrəcə gəlməsini təşkil edək. Bu mənada bizim simpoziumumuzun xüsusilə fikir versəniz başlanğıcında Oğuz Türkmenləri ifadəsi var. Buna görə də mən son zamanlarda eşitdim ki, hətta Kırımda belə Türkmen, özünə Türkmen deyən tayfalar var. Və düşündüm ki, əgər Oğuzluqdan söhbət gedirsə, Türkmenlikdən söhbət gedirsə, o zaman bugün burada bu məsələyə bizim mütəxəssislərimiz öz münasibətlərini bildirsinlər. Bizim dastanlarımızda da çox tez-tez keçir bir söz var, təkə Türkmen. Və bu təkə Türkməni də ən çox xüsusilə türklüyünü, xalis türklüyünü vurğulamaq istədikləri adamlar üçün işlədirlər dastanlarda. O zaman bugün burada biz Türklüyün bayramını qeyd edəcəyik. Simpoziumumuza bir çox, biz bu elanı verdikdən sonra yerli müraciətlər 80-in üzərində idi, 80-dən çox idi və xarici ölkələrdən də çoxca bizə müraciət olundu. Biz də düşündük ki, məhz Türkmenlərin tarixini, kültürünü, dilini, ədəbiyyatını hədəfləyən sadəcə o mövzulara müraciət edək. Bu mənada bugün burada 40-dan çox məruzə dinlənilməsi gözlənilir. Çox sevindirici haldır ki, Azərbaycanın müxtəlif qurumlarından, elm qurumlarından bizim səsimizə səs verib, bugün burada iştirak edənlər var. Azərbaycan Milli Elmlər Akademiyasının, Folklor İnstitutundan, Sosiologiya və Fəlsəfə İnstitutundan, Ədəbiyyat İnstitutundan, Arxeologiya və Antropologiya İnstitutundan, Şərqşünaslıq İnstitutundan, Əlyazmalar İnstitutundan, Memarlıq və İncəsənət İnstitutundan, həmçinin Milli Azərbaycan Tarixi Muzeyindən,
Azərbaycan Atatürk Mərkəzindən, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Avrasiya Universiteti kimi qurumlardan müraciət olunub. Dünyadan isə Türkiyədən Qars Qafqaz Universiteti, Ege Universiteti, Çanakkala 18 Mart Universiteti, Konya Səlcuq Universiteti, Ankara Universiteti, Türkmənistan Elmlər Akademiyası, Bağdad Universiteti, Nəvai Dövlət Mədən və Texnologiya Universiteti, Özbəkistan Milli Elmlər Akademiyası, Qazaxıstan Əl-Fərabi Universiteti, Abay adına Qazax Pedaqoji Universiteti, Sultan Taha Sayfuddin adına Nigeriya İslam Universiteti, Tbilisi Dövlət Pedaqoji Universiteti, Viyana Universiteti, Elton Universitetlərindən alimlər çıxış edəcəklər. Həmçinin özünün xahişi ilə Hollandiya yox Niderlandiya deyəcəyimiz Niderlandiyadan gəlmiş Henry Van Rens də məhz türkmənlərin sorağına gəlib, bu simpoziumun sorağına gəlmişdir. Öz ölkəsindən xoş gəlmişdir hər bir kəs. Hər bir simpoziuma, hər bir kəsə simpoziuma göstərdikləri maraq üçün və təşkilatı zamanı dəstəklərini əsirgəməyənlər üçün çox təşəkkür edirəm. Xüsusilə Türkmənistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Qurban Elyasov bəyə, həmçinin Sultan bəyə, səfirliyin çalışanı Sultan bəyə çox təşəkkür edirəm. Universitetimizin içində isə daxili olaraq bütün təşkilat boyunca öz köməklərini canı könüldən əsirgəməyən Əlifşət Əmilbəyliyə, İncəsənət Departamentinin rəhbəri Zülfiyə xanıma, aidi işlərimizi həll edən İlkin Əlizadəyə, özəlliklə simpoziumun təşkilatı işlərində hər bir işə yaxından kömək edən, lap başlanğıcından bugünə qədər əlimdən tutan və hər mənada mənə kömək edən, Xəzər Universitetində Azərbaycan Filologiyası və Azərbaycan Dili və Ədəbiyyatı ixtisası üzrə təhsil alan birinci kurs tələbələri Nigar Ələsgərliyə və Aydan Əliyevaya, həmçinin simpoziumun sonlarına doğru gəldiyimizə yenə öz köməklərini əsirgəməyən İngilis Filologiyası ixtisası üzrə ikinci kurs tələbəsi İnci Məmmədovaya öz təşəkkürlərimi bildirirəm və həmçinin mənim könüllü şəkildə burada olan və köməyini əsirgəməyən digər tələbələrimə hər birinə təşəkkür edirəm. Çox sağ olun, var olun. Yaxşı ki, gəldiniz, qonaqlarınıza təşəkkür edirəm. Bugün çox əlamətdar bir gündür. Türkmənlər və yaxud türkmanların bayramıdır. Çünki Xəzər Universitetində daim türklərə, türklüyə, türk dünyasından olanlara hər zaman xüsusi bir maraq, diqqət, qayğı var. Və bugün də onun davamı olaraq biz türkmənlərlə bağlı tədbir keçirmək istəyirik. Tədbir keçirdik, üzr istəyirəm. Bu tədbirin əsas məqsədi dünyadakı özünü türkman adlandıran bütün soydaşlarımızın səsini dünyaya duyurmaqdır. Əslində İraq türkmanları deyirik, Türkmənistan türkmənləri deyirik. Ancaq İraq türkmanlarındakı o türkman sözünün 1958-ci ildə ingilislər tərəfindən ortaya atıldığı iddia edilir. Deməli, bu soydaşlara o vaxta qədər türklər deyiblər. Bu da onu göstərir ki, istər türkmən olsun, istər türkman olsun, fərqi yoxdur. Bu soydaşlarımızın hamısı türkdür və biz bu türkləri bir araya toplamaq, onların səsini eşitmək, onlar haqqında məlumatları dünyaya çatdırmaq istəyirdik. Bu mənada biz çox xoşbəxtdik ki, öz səsimizi, öz məqsədimizi yerinə yetirə bildik, öz istəyimizə çatdıq və İraq türkmanları, bugün burada Bağdad Universitetindən 2 professor iştirak edir və hər ikisi də özünə türkman deyən İraq türkmanlarıdır. Həmçinin bugün bizim tədbirimizdə Türkmənistan səfiri də Qurban Elyasov da iştirak elədi. O da türkmənlər, türkmanlar, hər nədirsə onların hamısının ortaq bir məxrəci olduğunu, hamısının türk olduğunu vurğuladı. Burada iştirak edən digər alimlər və iştirak edəcək alimlərin türkmənlər və türkmanların tarixi, soykökü, dünəni, bugünü və gələcəyi haqqında bilgilər veriləcəkdir. Həmçinin deməli biz əsasən İraqda, Suriyada, Anadoluda, hətta Krımda türkmənlər var ki, onlar artıq çox ciddi şəkildə Anadoludan xaric, digər adını çəkdiyim yerlərdəki türkmanlar çox ciddi şəkildə asimiləyə məruz qalır bugün günümüzdə və biz onların asimilədən qurtarmaq və bir növ onlara qardaş dəstəyi eləmək istədik. Ona görə də belə bir tədbir təşkil elədik.
Sədri hörmətli Qurban Mehmet İlyasov, xanımlar və bəylər, hörmətli ev adamları və sənət adamları, müəllimlər, tələbələr, qonaqlar, çox xoş bir gündə və xoş bir hadisə, xoş bir kontrastda qarşılaşırıq. Çünki şəxs olsun və ya millət olsun, onun kimliyi çox vacibdir. Biz bir insan haqqında danışanda mütləq o deyirik, o kimin oğludur, kimin qızıdır, haralıdır, hansı yerləri, nə dildə danışır, sənəti nədir? Yəni, insanın kimliyi çox mühümdür. İnsanın kimliyi də biz tanıyırıq. Xalq və millət deyilədir. Millət deyəndə millətin də bir kimliyi var, kökləri var, tarixi var və biz onu anlamalıyıq və onunla biz həm fəxr edirik, necə ki biz valideynimizlə fəxr edirik, torpağımızla fəxr edirik, ona görə onu da bilməliyik və Oğuz sözü, burada yazılır, Oğuz sözü çox qədimdir, qədim sözdür, Orxon Yenisey yazılarında keçən bir qədim addır və hesab olunur ki, mütəxəssislər çox uzaq tarixə gedəndə hər şey dəqiq demək olmur. Amma bir gümanlar, bir fərziyyələr olur və belə hesab olunur ki, Oğuz sözü sonralar Türkmen sözünlə əvəz olundu. Oğuz sözü başlanğıçda gəldi. Çünki coğrafiya dəyişdirsə, tarix dəyişdirsə, dövr dəyişdirsə, yeni adlar əmələ gəlir. Adlar da dəyişir və Oğuzların İslamlaşma dövründə Türkmen sözü əmələ gəldi. Hansı ki, Türkmenlər bizim Orta Asiyadakı Türkmenistanın, buradakı Azərbaycanın, Türkiyədəki Türklərin, digər yerlərdə, Suriyada, İraqda, digər yerdə Türkmen adı olan xalqların əcdadıdır. Bizim bir kökümüz var və indi biz Cənab Səfirlə burada Türkmenlərin əcdadları, böyük insanları görürük. Bir dənə elə bir insan yoxdur ki, o bizim ortaq insanımız olmasın. Hamısı ortaqdır, yəni kökümüz ortaqdır, doğrudan biz bilirik. Yəni, Səlcuqlardan sonra gələndə bizim babalarımız, atalarımız sayılan Ağqoyunlu, Qaraqoyunlu ilə Türkmenlər deyirik. Ağqoyunlu, Qaraqoyunlu Türkmenlər. Və sonraki tariximizdə də sadəcə Azərbaycan adı daha çox coğrafi addır. Bu hamiyə məlumdur. Azərbaycan bizim indiki İran Azərbaycanı, Azərbaycan adı oradan yayıldı. Bizə də o adı oradan keçdi. Amma xalq olaraq, əlbəttə xalq olaraq biz ümumi Oğuz Türkmen xalqıyıq. Və mənim yadıma düşür ki, Sovet vaxtında bizim görkəmli böyük şairimiz Səməd Vurğunun bir Azərbaycan şeiri var, məşhur Azərbaycan şeiri var. O şeiri 15 dildə bir kitab idi, ağ kitab idi. 15 dildə tərcümə eləmişlər, vermişdilər 15 dildə. Mən o dilləri oxuyordum, xüsusən türk dillərində necədir. Gəldim Türkmen dilinə, buna baxdım, gördüm elə şeir həmən şeirdir ki, bəs bunu niyə tərcümə eləməyiblər? Başladım diqqətlə oxumağa, hər şey eyni. Bir dənə fərq tapdım. Səmətimində belədir ki, dağlarının başı qardır, ağır bulutlardır. Türkmen variantında yazmışlar ki, dağlarının başı qardır, ağ bulutlar ona yardır. Nə qədər gözəl, ikisi də çox gözəldir belə. Ona görə bu bizim belə bir konferans keçirməyimiz nə qədər bizim yaxın olduğumuzu daha bir dəfə sübut eləmək üçündür, xüsusən gənclər üçün, xüsusən tələbələr üçün. Mən Cənab Səfirlə söhbət edəndə dedim, bir zamanlarsa Rusiya vaxtında Aşxabada bizim, mən tarifi oxuyanda görürsən ki, bizim insanlar nə qədər istənilən teatr qrupu, yazıcı, marifçi Bakıya gedərdi, Gəncəyə gedərdi, Aşxabada gedərdi. Bərabər gedirlər. Cəfər Cabbarının bir dənə əsəri itmişdi. Tapılmırdı, əl yazması, məşhur dramatın Cəfər Cabbarının. Sonra tapıldı ki, Türkmenistanda, deməli Aşxabadda tamaşaya qoğular. Əl yazma orada qalmışdır. Mütəxəssislər getirdilər, əl yazmanı gətirdilər oradan. Yəni, mədəniyyət baxımından, giriş-gəliş baxımından da Türkmenistan və Azərbaycan bu həmişə bir yaxın olurlar, eyni olurlar. İndi dediyimiz kimi Türkmenlər müxtəlif coğrafiyalarına səfərləniblər, yayılıblar. Ana Türkmenistan
belə deyək ki, oradadır, Orta Asiyadadır. Çünki oradan hərəkət başladı cənuba və şərqə doğru. Mən salamlayıram hamınızı burada, bu gözəl bir mövzunun müzakirəsinə gəldiyimiz üçün, müzakirəsində iştirak etdiyimiz üçün və bizim təşkilatçılara da mən təşəkkürümü deyirəm və konferansımızın işinə uğurlar arzu edirəm. Sağ olun. Əziz qonaqlar, simpoziumumuza Türkmənistan, Azərbaycan Respublikasında səlahiyyətli və fövqəladə səfiri Qurban İlyasov da təşrif gətirmişdir. Söz verilir cənab səfirə. Buyurun Qurban müəllim. Hörmətli professor Hamid İsa Xəlil, hörmətli iştirakçılar, hörmətli tələbələr, iltifatlı tələbələr, əziz dostlar. Sizin her birinizi samimi kalbimden selamlıyorum ve simpoziumun açılış münasebetiyle tebrik ederim. Simpozium işine elbette uğurlar dilerim. Aynı zamanda bugünkü ortak kültürü Oğuz Türkmenlerin dönemi, bugünü ve geleceği adlı Beynelhalk Simpozium teşkilinde Kadir Üniversitesi'nin rehberliği başta olmakta ileri geçen herkese ayrı ayrılıkta teşekkür ederim. Öz minnettarlarımı bildiririm. Bu güzel üniversitede ilk defa olarım. Ve bana hoştur ki Kadir Üniversitesi'nde böyle vacip tedbirde iştirak etmek için gelmişim. Bugün bu simpoziumda bana dediler ki Azerbaycan, Türkmenistan dahil olur. Türkiye, Irak, Türkmenistan'dan da olan alimlerin olması bizi sevindirir. Bildiğiniz gibi Oğuz boyları grubuna Türkmenler, Azerbaycanlılar, Türkler aittirler. Ve olur dünyanın her yerinde öllerine meskan sağlıklar. Ve çok büyük devletleri gruplar. Büyük Selçuklu devleti buna misal göstermek olur. Tarihe nazar salarak bildirmek isterdim ki Halk-ı Türkmenistan'da 24 Oğuz boyundan bir neçesinin adlarını tapmak olur. Bunlar Gayri, Fınıf, Bayat, Yazır, Dodurga, Beydili, Akşar, Yarkın, Bayandur, Soğudur, Salur, Eymir, İğdir, İver ve başka boylardır. Sonraki zamanlarda Türkmenler her ne kadar farklı boylarda adları çekilse de birçok meselelerde birlikte hareket ediptirler. Xiva'da, Bukhara'da, İran'da, Afganistan'da yaşasalar da hiçbir etnik parçalanma yoktu. Türkmenistan öz müstəqilliğini kazandıktan sonra bütün Oğuz boyları bir Türkmen halkı gibi tanır. Türkmen adı altında vatanda birlik, beraberlik temin edirler. Orta əsrlərdən beri Türkmenistan arazisinde yaşamış büyük Oğuz tayfalarının varisleri her de küçük tayfalar gibi yaşayışlarına devam ettirirler. Düşünüyorum ki Oğuz Türklerin tarihini araştıran alimler için bu elbette
maraklı olabilir. Hürmetli kardeşler, ortak köklerimizin olması elbette Türkmenistan, Azerbaycan devletler arası münasebetlerde de öz kökvesini verir. Türkmenistan'ın harici siyasetinin esas istikametlerinden biri, kardeş Azerbaycan Respublikası ile münasebetlerin devamlı mekemlenmesidir. Türkmenistan ve Azerbaycan Respublikası arasında devletler arası münasebetler hukuk birebirliği ve karşılıklı hürmet prensibine esaslanır. Her iki kardeş ülke birbirinin müstakil olarak seçtikleri inkişaf yolunu desteklerler. Eminim ki ortak kökümüzün olması bundan sonra da halklarının arasında elegelerin güçlenmesine, devletler arası münasebetlerin mükemmelmesine hizmet edecektir. Türkmenistan bir taraf devlet olarak bu yıl öz daimi bir taraflarını 30 yıllarını kaydetti. Mevcut global meselelerde Türkmenistan her zaman konstruktif diyalogun aparılması taraftarı olarak dünyada ve regionda sulhun korunması için beynelhalk teşkilatlar çerçevesinde muhtelif teşebbüsleri çıkış ediyor. Hazar Üniversitesi'nin hazırlamış olduğu bu sempozyumda bulunmaktan hakikaten çok sevinçliyiz, çok mutluyuz. Aslında Azerbaycan ile Irak Türkleri arasında olan ilişkiler kadim bir ilişkidir. Yani tarih boyunca Azerbaycan'dan Irak'a gelmişlerdir, orada yerleşmişlerdir. Bugün Irak içerisinde bulunan bölgelerin bir kısmında konuşulan lehçe, konuşulan şive tamamen Azerbaycan şivesidir. Ayrıca bazı bölgelerimiz de var. Bu bölgelerden söz edildiği zaman hakikaten bir de bakarız bu bölgelerin adı Azerbaycan'dan da aynı bölgeler, aynı köyler, aynı kasabaların adı bulunmaktadır. Aslında yani tabii Gazanfer Paşayev'in da Irak ile, Irak Türkmenleri ile Azerbaycan Türkleri arasında ilişkilerin kuvvetlenmesine güzel bir köprülük yaptı. Irak'ta çalıştığı zaman orada bulunmaktaydı. Irak Türkmenleriyle görüştü. Irak Türkmenlerinin kültürünü Azerbaycan'a nakletti. Burada tabii büyük liderimiz Aliyev'in de bir sözünü hatırlamamız gerekir. Tarihe baktığımız zaman Güney Azerbaycan olsun, Kuzey Azerbaycan olsun, Irak Türkmenleri olsun hepsi bir bütünün parçalarıdır. Hakikaten geleneklerimiz, göreneklerimiz, dilimiz, her şeyimiz birbirine benzemektedir. Aynı millete mensup olduğumuz için birbirine benzemektedir. Teşekkür ederim. İndi ise söz verilir Azerbaycan'da Irak Türkmenlerini tanıdan, sevdiren, onlar hakkında onlarla kitap yazan çok hürmetli Profesör Gazanfer Paşayev. Buyurun değerli profesör. Hürmetli konferans iştirakçıları, ben her şeyden evvel Profesör Hamid İsahalı'ya yürekten teşekkür etmek istiyorum. Bu konferans adi bir konferans değil. Sovyet devrinde isteri mekanında yaşayan Türk dilli halklar arasında medeni, elmi elaveler çok güçlüydü. Benim yadımdadır. Füzuli Bayat burada yerleşir. 1997 yılda doktorluğumda verildi, ben akademiydim. Türkmen esasen Oğuzlar müdafaa ederdi. Sevinç Musayev adlı bir hanımımız Türkmen uşak folklorundan müdafaa ederdi. Azat Nebi Özbek edebiyatına bağlı müdafaa ederdi. Yani Sovyet devrinde elaveler çok devriydi, çok görüşemiydi. Lakin Sovyet sistemi çöktükten sonra o elaveler kökünden kesildi. Hamlet Müəllim'de o meseleye dokundu. Ben de onu biraz isteyerek dayanamam. Son 5 yıllara kadar elaveler tamam yok seviyesindeydi. Lakin şimdi o
əlaqələr təzdən bərpa olunur. O əlaqələrin bərpa olunmasında, onların dirçəlməsində elə bu konferansın da öz rolu var. Bunu demək istəyirəm. Gələn ayın üçündə Füzuli Bayatın işlədiyi folklor institutunda Nailə Əskər doktorluğunu daxil edəcək. Azərbaycan və Türkmen versiyaların tipologiyası adlı böyük bir eser yazıp doktorluğunda. Yani bunlar da demektir ki əlaqələrimiz təzdən bərpa olunur, dirçəlir. Qonaqlar, indi isə söz verilir Türkmenistan Milli Elmlər Akademiyası, Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun əməkdaşı Dövlət Murad Yazquriyevə. Buyurun, hörmətli professor. Esselamu Aleykümler. Ben Türkmenistan'dan. İlk öyle Azerbaycan'da olanlara Hazır Üniversitesi'ne şu simpozyumu geçirdiğim için ulu minnettarlığımı bildiririz, teşekkür ederiz. Hormatlı doğallar, Türkmenler, dililerin canı diyen atalar sözü var. Bilşime yani Azerbaycan doğallarından Türkmen hem Türk. Şol sağında bu oğullar, baba oğullar bildiğinler, şolar Türkiye dilinin oğul şahatına değişti, bizim dilimiz ben. Öyle şu birlik Selçuk Sultanlığı'ndan, Selçuk Türkmen Sultanlığı'ndan beri devam edip geliyor. Hatta şu konuşenliği şu halkların, şu Azerbaycan Türkmen halkının tarihi, vali, tahminleştiğini yani. Öyle şu bizim destanlarımızda, bizim eposlarımızda olup geçen vakaların belli bir böyle şu Azerbaycan toprağına olup geçenlerinin sebebi bilişimde yani Selçuk Türkmen şahı zamanında da Akkoyunlu, Karakoyunlu Türkmenler zamanında da şu Tuğruluk'ta şu Azerbaycan toprağına şu anda Kafkas'ta Türkmenler şahlık, imperiyadır. Şunlarla bağlı olsa gerek, bizim bir nesil destanlarımızda hatta şu nece olan destanımızda aslında sorsan genci karı bağlıdır. Tüyüdün belirler solan geldi diyen setirler özgün Azerbaycan toprağı bilen bağlı. Bunun sebebim yani kardeşimler şu Akkoyunlu, Karakoyunlu, Türkmenler şu toprakta şahı gidenler bağlı olsa gerek. Umum alanında oğullar kimlerden soğanı var 11. asrın alimi Mahmut Kaşgar'ın oğullar, Türkmenler, oğullar deyip ayrıklarda. Şunun için şu iki bilen adamlar gidiyor. Doğrusu şu Mahtumulu, benim milli şahim Mahtumulu son oğullar sözü bağlıdır. Şu Türkmenler, oğullar. Bugün Türk dünyasından bağlı olan simpozyumlardan biri keçirilir. Oğuzların ortaq kültürü, dünəni, bugünü və gələcəyi ilə bağlı. Əlbəttə, Türk xalqlarının bir-birinə daha da yaxınlaşması, bu istiqamətdə simpozyumların keçirilməsi olduqca vacibdir. Bugünkü simpozyumda da məhz Oğuz türklərinin mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatına yönəlik fikirlər səsləndirilir. Əslində, Oğuz türklərinin qədim dövrlərdən bircəliyi vardır, ancaq zaman-zaman müəyyən dövlətlər yaranır və bu dövlətlərin mahiyyətindən bağlı fərqliliklər də ortaya çıxır. Bu bütövlükdə Oğuz türkləri istər Türkistanda, Azərbaycanda, Kərkükdə, Hələbdə, yaxud da Anadoluda yaşasın, müxtəlif coğrafyalarda yaşasalar da eyni adət-ənənələri, fəlsəfəni, örfləri daşımaqdadırlar. Bu kimi simpozyumlarından da Türk xalqları müxtəlif şəhərlərdə, dövlətlərdə, coğrafyalarda yaşayan Türk xalqları bir daha yaxınlaşırlar. Əlbəttə, milli aydınların üzərinə düşən əsas vəzifə də məhz xalqların bircəliyidir. Yəni, yuxarıdan aşağıya yox, aşağıdan yuxarıya doğru xalqlarımızın daha da birləşməsidir. Bütün Türk böyüklərinin məhz ortaq mirasımız olması, yaxud da ədəbiyyatımıza, fəlsəfəmizə aid olan bilgilərin də ortaq olması vacibdir. Bu anlamda simpozyumun işlərinə uğurlar arz edirik. Var olun, sağ olun. Belə bir də xüsusən şu folklor, Türkmen folkloru haqqında Azərbaycan və Türkmen Türkiye xalqlar o'rtasidagi munosabatlar bo'yicha bir fikr almashish simpoziumiga kelganimizdan juda xursand bo'ldik. Tashkilotchilarga katta rahmat aytmoqchimiz. Shu jumladan bitta narsani ta'kidlamoqchiman. Haqiqatan ham Turkman folklorida bizlar
o'zimiz ham O'zbekistonda hammamiz ham shu mana shu tarixchi san'at yo'lida, folklor yo'lida ko'p izlanishlar qilamiz. Shu jumladan bizada bir to'g'risini aytsam, folklorga juda katta bir mehr bor. Shu o'ylaymanki, mana shu folklorni tarixiy jihatdan agar aytadigan bo'lsak, bu shu turkiy davlatlarni bog'lashga juda katta bir hissa qo'shadi. Xususan mana bugungi kunda ko'ryapmizki, Markaziy Osiyo davlatlari o'rtasida juda bir-biriga bog'liq masalalar globallashuv jarayonida birlashtiradigan omillar bor. Shu omillardan biri men o'ylaymanki, shu folklor deb o'ylayman. Shu birlashtirish shu xalqlarni ezgulikka, do'stlikka va ko'p bir yaxshi tomonlarga yo'naltirishga, hamkorlik, do'stona munosabatlarni chuqurlashtirishga, yaxshilik, ezgulikka olib kelishga men o'ylaymanki xizmat qiladi. Düşmanıma dert olmuşam.
Devletlərin müstəqillik qazanmasından dərhal sonra bu müstəqil devletlərin birləşməsi, ortaq tarix, ortaq dil, ortaq ədəbiyyat, ortaq yaşam, ortaq iqtisadi zonanın yaradılması məsələsi gündəmə gəlmişdir və bu gündəmə gəldikdən uzun süre sonra artıq İstanbulda keçirilən son konqredə Türk Devletlər Təşkilatı, ondan öncəki adları fərqli idi, Türk Devletlər Təşkilatı yarandı. Türk Devletlər Təşkilatının yaranması təbii ki, devlet ərkanları tərəfindən yaradılsa da, yenə də əsas olaraq alt təbəqədə, yəni elm adamlarının, xüsusən də ziyalıların, jurnalistlərin və bu sahə ilə məşğul olan insanların Türk birliyinə verdiyi töhfələrlə gündəmə gəlməkdədir. Bugünkü konferansın ən böyük önəmi ondan ibarətdir ki, Türk birliyinə gedən yolda biz türkmənlərlə başladıq. Çünki türkmənlər xüsusən Türk dünyasında əgər 250 milyon insan varsa, bunların içərisində nüfuz baxımından ən çox olanı, ən qələbəlik olanı türkmənlərdir. Yəni buraya daxildir, təbii ki, biliyor, türkmənləri, Azərbaycan, Türkiyə, Balkan türkləri, Qaqavuzlar və s. Yəni əgər 250 milyon Türk dünyasında insan varsa, bunun aşağı yuxarı 180-170 milyonu Oğuzlardır, yəni türkmənlərdir. O baxımdan simpoziumun bu şəkildə, yəni türkmənlərlə, türkmən kimliyi ilə açılmasının çox böyük önəmi var. Kimliyi oluşturan nədir? Milli kimliyi oluşturan əsas elementlər bir ortaq tarixdir. Ortaq tarix bilincinə sahib olmalıyıq. Tariximizin müəyyən dövrlərində bir-birimizlə savaşsaq da, tarixin müəyyən dövrlərində müxtəlif çatışmalar, müxtəlif etirazlar bir-birini izləmiş olsa da, əsasən ortaq tariximizin ortaq kökə bağlılığı baxımından bunu bilmemiz lazımdır. İkinci bizi birləşdirən şey dildir. Biz Oğuzcanın müxtəlif ləhcələrində danışırıq, amma bir-birimizi həmən çox asan şəkildə başa düşürük. Yəni dil bir körpüdür. Millətlərin birləşməsi üçün, xüsusən də qohum millətlərin birləşməsi üçün bir körpüdür. Üçüncü əsas element mədəniyyətdir ki, buna kültür deyirlər. Bu mədəniyyət elementlərinin birləşməsi üçün bizim ortaq yaşamımız, ortaq keçmişdən ta İslam dönəminə qədər, İslamdan sonraki örf və adətlərimizlə daxil olmaqla bunların hamısını birləşdirərək bir ortaq məxrəcə gətirmək lazımdır. Sadəcə Türk birliyini qoyan, Türk birliyini qoruyan, Türk birliyini yaradan insanlar siyasilər deyildir. Bunu yaradan elm adamları, bilim adamları, ziyalılardır əsasən. Və bunun ən böyük yaradıcılarından biri əgər tarixçilərdirsə, dövlət nümayəndələridirsə, digərlərdə şairlər, ədiblər və folklor dediyimiz bu şifahi ənənədir. Çünki şifahi ənənəyə bağlı yaşam tərzimiz məhz bizim birliyimizi ortaya qoyacaq, bizim birliyimizi yaradacaq ən əsas amillərdən biridir. Və biz burada anlayacağıq ki, yəni ortaq folklorumuzda, ortaq şifahi ədəbiyyatımızda anlayacağıq ki, biz bir zamanlar ta keçmişdən bugünə qədər gəlmiş bir dönəmdə ortaq bir yol izləmişik. Nə qədər bir-birimizdən sərhəd baxımından ayrı olsaq da, ayrı-ayrı devletlərin tərkibində yaşasaq da, yenə də bizi birləşdirən adət ənənələrimiz, bizi birləşdirən ortaq dəyərlərimiz vardır. İşte bu dəyərlər bizi bir araya gətirəcəkdir. Simpoziumun önəmi buna görə çox önəmlidir ki, biz ilkini, Türk ortaq keçmişini, Türk ortaq birliyinin ilkini türkmənlərlə başladıq. İnşallah bu yəqin ki, özbəklərlə, yəni müəyyən mənada karluqlarla, qıpçaqlarla, bu qrupa daxil olan xalqlarla da bunu biz davam etdirsək, ən azından heç olmasa aşağı təbəqədə, yəni ziyalılardan aşağı təbəqədə yerləşən xalqın ortaq bir bilincə, ortaq bir şuura sahib olmasını saxlaya bilsək, demək ki, biz məqsədimizə nail olmuş oluruq. Çünki bugün dünyanın qloballaşmış bir dövrdə sadəcə və sadəcə ayaqda qalmağın tək bir yolu vardır. O da güc birliyidir. Güc birliyi bir tarix birliyindən, bir dil birliyindən, bir mədəniyyət birliyindən keçir. Türk xalqlarının başqa bir yolu yoxdur. Birləşməli, iqtisadiyyatlarını, ekonomik güclərini, siyasi güclərini, əskəri hərbi güclərini birləşdirərək ən azından dünyada söz sahibi olmaları lazımdır. Çünki qloballaşma kiçik xalqları əridib məhv etməkdədir. Yəni yavaş-yavaş həm orta səviyyəyə
endirməklə, ondan sonra daha da aşağı səviyyəyə çəkməklə onları dünyanın digər böyük xalqlarının qazanına qataraq əritməkdədir. Bu sahədə ərimək istəmiriksə, kəndi varlığımızla, öz bilincimizlə, öz tariximizlə səhnəyə çıxmaq istəyiriksə, yolumuz yalnız və yalnız Türk dövlətlərinin, Türk xalqlarının birliyindən keçir. Başqa bir yolumuz yoxdur. İndi isə çıxış edir Bağdad Üniversitetinin professoru Siham Zeyni. Buyurun Siham Hanım. Irak Türkmen Kardeşlik Ocağı Başkan Yardımcısı olarak kendi adıma ve kuruluşumun adına bizi bu sempozyuma davet edenlere teşekkür etmeyi bir borç biliyorum. Sayın Aynur Hoca'nın nazik davetiyesini alınca Azerbaycan'ın büyük lideri rahmetli Haydar Aliyev'in çok kıymetli bir sözünü hatırladı. Tarihi araştırdığımızda Kuzey Azerbaycan, Güney Azerbaycan, Irak Türkmenleri bir bütünün parçalarıdır, göreceğiz demektedir. Evet, değerli arkadaşlar, biz sizinle hatta bütün Türk dünyası ile bir bütünün parçalarıyız. Coğrafi bakımından birbirimizden ne kadar uzak olsak da bir gönül coğrafyamız vardır. Onun içinde birlikte barınmaktayız, birlikte yaşamaktayız, aynı dili konuşmakta, aynı ilkelere inanmaktayız. Bu gerçekleri milletin aydın insanları, ilim adamları her zaman vurgulamakta, şair ve yazarlarımız dile getirerek halkımızın dikkatini bu gerçeğe çekmekte, bu konuda şuurlarını aramaya çalışmaktadırlar. Güney Azerbaycan şairi Mehmet Hüseyin Şahriyar'ın Haydar Baba'ya Selam şiirinde ve daha sonra bu şiire nazireler olarak Irak Türkmen şairlerinin yazdığı şiirlerinde hep bu ortak duygu ve düşünceleri öne çıkarmaya çalışmaktadırlar. Ortak duyguyu ifade eden beşliklerden örnekler. Benderoğlu'nun Haydar Baba'ya yazdığı nazireden Gürgür Baba, Haydar Baba ağladı, Şehriyar'ın yarasını bağladı, daşa gönen yürekleri dağladı. Sen de biraz Tebriz için yan baba, kan kardeşi, kan kusuyor kan baba. Nacioğlu'nun Haydar Baba'dan aldığı ilhamı yazdığı nazirelerde betimlemiştir. Haydar Baba, ben yanına gelmişim, destanını senden ilham almışım. Ben de senin gibi kimin yetim kalmışım. Sen yetimsin, ben de yetim Şehriyar. Nacioğlu millete yar, şehre yar. Sözüme bununla başlamak istedim ki bir neçə gün bundan evvel Macaristan'da tamamlanan Türk Devletleri Şurası'nın gayri-resmi sammitinde muhterem Prezidentimiz Cenab-ı İlham Əliyev çok güzel ifadeler işletti. Bizim ortak köklerimiz baresinde bizi birleştiren çoklu cəhətlərimiz, çoklu amillerimiz vardır. Ama bunların hamısının kökünde məhz bizim ortak köklerimiz dayanır. Ve bu ki Türkler çok büyük dünya coğrafyasında yayılmışlar. İndi de mövcuddular ve eminim ki əlbəttə de mövcud olacaklar. Türkistan'dan, Doğu Türkistan'dan, Çin'in şimalından, Okeanın sahillerinden Yakutiyadan başlamış Aralıq denizine kadar büyük bir Türk dünyasında şüphesiz ki her bir Türk halkına mensup olan tayfanın, qəbilənin, o zamanınki dilleriyle desek öz özellikleri olmuştur. Ben bugün daha çok bizim aziz doğma Irak Türkmenlarının tarihine ekskursiya eləmək istəyirəm. Evvela Türkmen baresinde ifadeler hansı şekilde değilir değilsin, mahiyeti birdir. Ancak
Orta əsr qaynaqlarının demək olar ki, hamısında, o cümlədən Fars dilli qaynaqlarda da, Ərəb dilli qaynaqlarda da məhz türkman yazılır, əliflə yazılır. Türkmen yox, türkman yazılır. Və bizim 16-cı əsr böyük tarixçimiz İskəndər bəy Münşi Torkman, elə təxəllüsü də İskəndər bəy Münşi Türkman keçirdi. Eləcə də bizim İraqdakı qardaşlarımız özlərini məhz türkman adlandırırdılar və bizim böyük alimimiz Profesör Qəzənfər Paşayevin tədqiqatlarının da hamısında məhz türkman olaraq keçir və Qəzənfər Paşayev bir sıra digər bizim alimlərimiz kimi belə haqlı olaraq hesab edir ki, məhz dil baxımından, adət-ənənə baxımından İraq türkmenləri biz Azərbaycan türklərinə daha çox bağlıdır və bunun da əsas səbəblərindən dediyim kimi biri həm dilimizin, həm adət-ənənələrimizin, həm folklorumuzun bir-biri ilə demək olar ki, yaxınlığı yox, çox zaman tam eyniliyidir, çox bənzərliyidir. Bugün Xəzər Universitetində keçirilən bu tədbirin çox mühüm əhəmiyyəti var. Oğuz türkmenlərin dünəni, bugünü və gələcəyi mövzusunda müxtəlif mövzularda simpoziumun iştirakçıları məruzələr eləyəcək. Bu, ümumtürk birliyinin yaranması üçün, zaten Turan birliyinin, bizim dövlət səviyyəsində qardaş ölkələrin yaranmaqda olan birliyinin bir davamı kimi çox mühüm əhəmiyyətə malikdir. Doğrudan da Azərbaycan türkləri, türkmenlər, Türkiyə türkləri və Qaqavuzlar eyni kökə malik olan Oğuz türkləridir ki, müxtəlif vaxtlarda, müxtəlif ərazilərdə yerləşiblər. Belə tədbirlər bizim tariximiz, ortaq mədəniyyətimiz üçün, elmimiz üçün çox mühüm əhəmiyyət daşıyır. Burada dinləniləcək müxtəlif mövzular bu məsələlərə aydınlıq gətirəcək. Mən də burada bir Göyçə toponiminin necə yaranması haqqında bir mövzu ətrafında deməli çıxış eləyəcəm. Göyçə mahalı çoxdan məlumdur, bizim İrəvan xanlığının mahallarından biridir. Göyçə bütün dünyaya, bütün Azərbaycana, bütün türk dünyasına deməli məlum olan böyük bir söz, mədəniyyət beşiyidir. Amma indiyə qədər Göyçə toponiminin yaranması, mənşəyi haqqında dəqiq bilgilər yox idi. Mən bu məsələlərə işıq salmışam və çox əlamətdar bir haldır ki, elə Göyçə toponiminin yaranması da indiki Türkmenistanın ərazisində olan etnik qruplarla bağlıdır. Bu bir daha göstərir ki, bizim tariximizlə, mədəniyyətimizlə hər şey ortaq bir keçmişə malikdir. İndi də yaranmaqda olan ümumtürk birliyi bizi öz keçmişimizə qaytarır. Güc birlikdədir. Bu dövlətlərin öz güclərini birləşdirilməsi, dünya siyasətində öz yerini müəyyənləşdirməsi, bir-birinə qarşılığı yardımı həm elmi, həm mədəni, həm də siyasi, iqtisadi baxımdan da çox mühüm əhəmiyyətə malikdir. Bugünkü simpoziumda həmin bu proseslərin bir tərkib hissəsi olaraq çox mühüm, deməli vacib bir hadisədir. Bu münasibətlə simpozium iştirakçılarını təbrik edir və onlara uğurlar arzulayır. Okay, let me tell about the Turkmens or Iraqi Turkmens. In Azerbaijani and living in the northern territory and similarity in name, Turkmens are not Central Asian Turks. Turkmens living in Turkmenistan, but Azerbaijani Turks from the western range of the Oghuz Turks. Türkmen veya Irak Türkmenleri Azerbaycan'ın şimal Irak hissəsində yerləşirlər. Adlarında olan yeniliyə baxmayaraq Türkmenlər mərkəzi Asiya türkləridir və onlar Türkmenistan'da yaşayırlar. Amma Azərbaycan türkləri Oğuz türklərinin bir hissəsidir. They were first settled in the territories long before the first influx of the Seljuks, later the Safavids, who was ensured for further strengthening of the life of the Turkmens, one of the oldest Azerbaijani tribes. Əvvəllər
onlar bəzi ərazilərdə yaşamışdılar, hansı ki, həmin reislər Selçuk adlanırdı. Sonralar onlar Səfəvilərin tərkibində müxtəlif tayfalar kimi mövcud oldular. Bir müddət sonra da keçmiş Azərbaycan qəbilələrinin tərkibinə qatıldılar. Even in the time just after it was free, and I hope for sure I will go back in a couple of days again. I stay here in Baku for 85 days in the time I have to visit. This book will be presented in Baku. Everything about history, the time now of course, the terrible things what happened in all the cities around Karabakh, the murder places like Khojaly, not only Khojaly, Shusha, Khartoum, everything. So the book will be presented in Baku before I go back to the Netherlands. And then I hope everybody can read it, will read it. Everybody's asking me, maybe a stupid thing. Everybody's asking me about what are you going to do? What are you going to do with the revenue? I said, I don't want to have any money. This is for the victims. Və tarixi həqiqətlərin hamısını görüb şahid olan və özü qiymətləndirməsini edən Niderlandlı alimimiz həm də çox duyğulandıran bir məqamla bizi üzə qoyub ki, o kitabın satışından sonra qazanılan gəlirlərin hamısını qurbanlar üçün xərcləmək istəyir və onların ailəsi üçün xərcləmək istəyir və ailələrin hamısı ilə bir-bir maraqlanıb, hətta sağ qalmış ailələrdən özü görüb və tərcüməçi köməkçilərin vasitəsilə onlarla danışıb əlaqə saxlayıb və onların da şəkillərini yerləşdirib. Bugünə qədər Azərbaycanda məşhur olmuş, Çingiz Musafayevdən tutmuş bir çox müharibədə öz qəhrəmanlığını göstərmiş insanların hamısı haqqında, kitabın haqqında çox ətraflı, geniş şəkildə məlumat var. Well, I'd like to thank you for everything, for my invitation. Also, I want to thank you very much for your invitation. We know we love each other for some years. So I'm very happy to be in my second motherland, which is Azerbaijan. Thank you. Söz demək istəyirəm. Henry bu kitabı zaten özü dedi, yazarkən kimsədən bir qəpik pul almadan, yəni hansısa bir misiya üzərinə deyil, sırf Azərbaycanı sevdiyi üçün yazır. Və biz ilk dəfə Henry ilə tanış olanda 2012-ci il idi. Henry Azərbaycanın rayonları, bölgələri haqqında etnografik dəqiqliyi ilə məlumatlar verirdi və mən çox şaşırdım ki, belə bir insan. Sonra öyrəndim ki, o hər yeri gəzir. Hətta o 44 günlük savaş zamanı Henry Azərbaycandaydı və o savaşa görə Azərbaycana gəlmişdi. O Bərdəyə, o bomba atılan Gəncəyə, Bərdəyə şəxsən getmişdi. İndi məsələn soruşursan, Henry aradasan, Tərtərdəyəm, müharibəsini mən filan yerdəyəm. Qətiyyən, yəni çəkinmədən, əsinmədən hər yerə gedir və o kitabda yazılan, kitabı oxudum mənə sağ olsun, o kitabda yazılan məlumatların hamısını şəxsən özü araşdırıb, gözünlə görüb, bir-birə söhbət edib, müşahidə aparıb sonra yazıldı və kitabı 3 dildə çap eləməyə düşünür. Thank you very much. We highly appreciate your contribution. As Kazakh said, now, unfortunately, no any dark cloud over Karabakh. Now the sun is shining brightly in Karabakh. This is my book about my Karabakh. In English, we have everybody looks through in English. Yes. Thank you very much. Bugün biz xoşbəxt günlər yaşayırıq ki, bu şəkildə simpoziumlarda iştirak edirik. Aprel ayında mən başqa bir simpoziumdaydım. Yenə də eyni mövzuda. Mənim mövzum Azərbaycan dilində işlənən türkcə sözlərdir. Bugün görürük ki, bu da bir hardasa bir mübahisə mövzusudur. Ona görə ki, hazırda rus dilinin də təsiri dilimizdədir. Rus dilində orfoqrafi lüğəti
işlək sözlərin, rus dilindəki sözlərin işlək orfoqrafiya lüğətimizə girməsimi, girməməsimi də bir mübahisələr yaşanır. Eyni mövzunun sadəcə türkcə olan hissəsində mən çıxış eləyəcəm. Bunu araşdırıram, bu haqda yazılarım var, məqalələrim var. Dil elə bir canlı varlıqdır ki, onun qarşısına heç nə almaz, onun heç nə mane ola bilməz. Mən dili dənizə bənzədirəm. Necə ki, dənizə bəzi cisimlər düşür, dəniz onu dərinliklərində qərq edir, mamırlayır, yosunlayır, o dəniz onu özünkü edir. Dil də elədir. Bəzi şeylər də var ki, dəniz onu qəbul eləmir, dalğa vurur sahilə. Eyni şeylər də dildədir. Dil böyük, hər bir xalqın mədəniyyətində böyük bir təsirə malikdir. Dili bilmək, o xalqın haqqında bütün məlumatları bilmək deməkdir. Dil həm də genetik kodda yazılmışdır. Bir dildə danışan sonuncu insan öləndə o dil ölü dil sayılır. Buna görə dilin bir xalq üçün nə qədər əhəmiyyətli olduğu bilirik. Azərbaycan dildə belədir. Bəzi proseslər var, onun qarşısını almaq olmaz. Bu dillər arasında inteqrasiyadır. Bugün görürük, dilimizdə bəzi sözlər var. Güncəl, önəm, ki bu sözlər özündən qabaqki sələflərini sıxışdırıb çıxardır. Onlar artıq dilimizdə bəzi sözlər, biz önəmin əvvəl nə işlədirdik, məsələn, heç bilmirik. Çox adam bilmir.